Əksər antidepressantlar, xüsusilə də selektiv serotonin geri alım inhibitorları cinsi fəaliyyətə mənfi təsir göstərə bilir. Bu təsirlər həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Ən çox görülən təsirlər isə libidonun azalması, yəni istəyin azalması, evakulyasiyanın, yəni boşalmanın gecikməsi və ya olmaması bu əsasən kişilərdə olur. Anorqazmiya, orqanizmin olmaması bu da qadınlarda daha çox olur. Erektil disfunksiya, ereksiyanın zəifləməsi, yəni sərtləşmə problemi da kişilərdə olur və hər iki cinsdə cinsi zavam müddətinin uzanması və ya olmaması ola bilər. Bəs ən çox mənfi təsir edən dərmanlar, antidepressantlar hansılardır? Bunlara fluoksetin, paroxetin, sertraline və esopram aiddir. Daha az təsir edən və ya alternativ olan dərmanlar isə bupropiondur. Bu cinsi fəaliyyətə təsiri azdır, bəzən isə hətta artıra da bilir. Həmçinin mirtazapin cinsi yan təsirləri nisbətən az olur. Trazodon bəzi hallarda cinsi funksiyanı düzəldə bilir. Lakin doza yüksək olarsa pripiazma, yəni uzun müddətli ereksiyaya səbəb ola bilər. Amma buna görə narahat olmağa da dəyməz. Antidepressant kəsildikdə cinsi fəaliyyət əvvəlki qaydasına düşür.